Mənim sizə çəkib göstərmək istədiyim bir video var. Deməli, bu videoda bəzən xanımlar deyir ki, görəsən mənim komandamda nə qədər aktiv məsləhətçi var, nə qədər indiyə qədər qeydiyyatdan keçən insan var. Buna baxmaq üçün şəxsi səhifələrinizə daxil olursunuz. Mən hal-hazırda komandamda çalışan xanımlardan, liderlərdən birinin səhifəsindəyəm. Şəxsi səhifələrinizə daxil olursunuz. Şəxsi səhifəyə daxil olandan sonra mənim strukturum, bax bu hissəyə daxil olursunuz. Bu hissəyə daxil olandan sonra aşağı düşürsünüz. Bax burada, bax bura. Strukturun bütün məsləhətçiləri üzrə müfəssəl icmal. Bura daxil olursunuz. Bura daxil olanda, baxın, burada var birinci xətt. Yəni birinci xəttdə, deyək ki, mənim birinci xəttimdə olan direktorlar, birinci xəttimdə olan adamların, aktiv adamların sayını göstərir. Amma mən əgər bütün strukturumu istəyirəmsə, onda bu hissəni aktivləşdirməliyəm. Baxın, bütün strukturun üzərindən bastım və yazı oldu. Və hal-hazırda 2026-cı ilin 4 nömrəli kataloqundayıq. Ona görə dövr bunu göstərir. Və burada yenilər, hamısı, aktivlər, hamısı yəni göstərir. Yəni bu nədir? Hal-hazırda bu xanımın komandasında aktiv çalışan məsləhətçilərin sayına, yəni bir komanda üzrə aktiv çalışan məsləhətçilərin sayı nə qədərdirsə, ona baxmaq istəyirik. Bunun üçün bunları etdikdən sonra filtr tətbiq et düyməsini basırıq. Və aşağıya düşürük. Görürsünüz, burada adamların adı var və xanımlar. Adamların adından başqa 391 nəfər göstərir. Yəni 1-dən 20 nəticələr və 391. Deməli 391 nəfər bu komandamızda, xanımın, liderimin strukturunda 391 aktiv məsləhətçisi var. Yəni hər kataloq 391 xanım aktiv şəkildə sifarişlərini edir. Demirəm, indi burada 5 ballıq var, 10 ballıq var, 100 ballıq var, 50 ballıq var. Hər nəysə, yəni aktiv olan, kodu aktiv olan məsləhətçilərimiz 391 nəfərdən ibarətdir. Siz də öz strukturunuza daxil olub, strukturunuzda olan aktiv məsləhətçilərin sayına və kimlər olduğunu yuxarıda hər birinin adı, soyadı, kodu, telefon nömrəsi hər biri var. Yəni əgər onlardan hansısa, deyək ki, keçən kataloq sifariş vurmayıbsa, amma kodu hələ də aktivdirsə, onlarla da əlaqə saxlayıb sifarişlərini etməyə, kodlarını aktiv saxlamağa davam etməyə həvəsləndirə bilərsiniz.